İmam Səccad əleyhissalam buyurur. Buyurur ki, mənim günahlarım mənim əynimə zəlilli libası geyindirib. Günahın ilk təsirlərindən biri budur ki, adamı zəlil eləyir. Zəlil olur adam. Yəni adamı xar eləyir. Bilirsən, zəlil xar oldu insan. Günahın xüsusiyyəti budur. Günah insanı zəlil eləyir, xar eləyir. İnsanın şəxsiyyətində bir kiçiklik yaradır. Çəkisini aşağı salır. Günahın təsiri budur ki, insan şəxsiyyətini kiçildir. Yəni, o deyirsən, yüngül adam eləyir adamı. Yüngül olur. Zatən belə olur. Şəxsiyyətində bir boşluq yaradır. Şəxsiyyətində. Və sən tövbə eləyəndə Allah o təzdən şəxsiyyət qaytarır, sənə bilirsiniz. Tövbə itirilmiş şəxsiyyətin qaytarılmasıdır. Əgər şəxsiyyətin qaytarmasa necə, cənnətə şəxsiyyətsiz insanlar keçə bilmir, bilirsiniz. Demir, Allah düdyan olmaz. Deyir ki, gəl görüm, gələ bilirsən, keçə bilmirsən, gücün çatmır, qəbul eləyə bilmir səni. Başa düşürsünüz. Cənnətin, cəhənnəmin bəhsi ümumiyyətlə belədir. Demirlər, yox, olmaz. Sənə desələr, gəl buyur, gəl cənnəti. Gərək səndə bir qabiliyyət, tutum olsun, oraya gedəsən, gedə bilmirsən. Günah səni bir günə qoyur ki, sən şəxsiyyəti bitirirsən, sənin şəxsiyyətində bir kiçiklik yaranır. Kiçik adamların yeri deyil cənnət. Qurandan dəlil gətirim. Deyir, kimin tərəzisi yüngül gəlsə, adam elə bilir ki, bəzi adamlar, qiyamət günü o kartof soğan tərəzisindən birini qoyacaqlar, sənin savablarını qoyub ora çəkər. Elə deyil, məsələ. Xəffət məvazinu, tərəzisi yüngül gələn, yəni özü yüngül adam. Oradakı tərəzi sənin üçün tərəzisi deyilmirsən? Deyir, kimin tərəziyə, kim ki yüngül adamdır, kim yüngül adamdır, onun yeri haviyədir, haviyə cəhənnəmin adlarından biridir. Sonra deyirsən, nə bilirsən, nədir haviyə? O yanar bir oddur, insanı bürüyür. Tərəzisi yüngül adamlar, yəni özləri yüngül adamlar. Günah adamı yüngül eləyir. Heç kəs saymır qiyamətdə onu. Adamların həqiqi çəkisi üzə çıxır qiyamətdə.